mümkündür ki, abort zamanı bir perforasiya yaşanıbsa və yaxud da çox irəli həftədə edilən bir abortdursa, o zaman həmən uşaqlıq daxili spiral yerləşdirməyi əlbəttə ki, çox da tövsiyə eləmirik ki, o spiral sonradan infeksiya, qanaxma və s. kimi problemləri yenidən təkrar tətikləyib artıra bilər. Amma fəsadsız keçən, kiçik həftələrdə edilən, məsəl üçün tutaq ki, bir 4-5 həftəsində edilən mini abort deyirik, vakum abortdursa, ondan sonra həmən spiralı əlbəttə ki, qoymaq olar rahatlıqla. İrəli həftələrdə çox da niyə tövsiyə eləmirik? Məsəl üçün tutaq ki, hər hansı bir səbəblərdən 15, 18, 20 həftəsində abort edilib və yaxud da süni doğumda deyirik ki, artıq irəli həftələrdə ediləndə niyə qoyulmasın? Çünki bu həftələrdə uşaqlığın həcmi çox böyük olur və yığılır abortdan sonra. Həmin yığılma prosesində də spiralın atılma riski var. Başqa bir risk yoxdur. Digər əgər sadaladığım şeylər yoxdursa ortada. Sadəcə olaraq dediyim kimi irəli həftələrdə qoyulanda yığılaraq spiralı ata bilər və yaxud da spiral yerini dəyişə bilər. Yəni bu həftələrdə qoyulan spirallarda bu risklər bir qədər yüksəlmiş olur. Qalan hallarda dediyim fəsadsız adi kiçik həftələrdə edilən abortlardan sonra həmən spiral qoya bilərsiniz. İstənilən halda bu növbəti dəfə ediləcək abortlardan qat-qat daha az fəsadlıdır.